Son günlər normadan artıq yağan yağışlar bəzi yaşayış ərazilərində ciddi fəsadlara səbəb olub. Ev alarkən ərazidən yeraltı yağış kollektorunun keçdiyindən xəbərsiz olduğunu iddia edən bir neçə sakin indi təhlükəli vəziyyətlə üz-üzə qalıb. Qonşunun həyətindən çökmə baş verdi. Get-gedə böyüdükcə mənim evimin altı demək olar ki, bu dəqiqə havada qalıb. Allah sənədləri alanda bizə demədilər, bura kollektor suyu gedir. Bugünkü gündə də əziyyətini çəkirik. İntensiv yağış paytaxtda bir neçə evi qəzalı vəziyyətə salıb. Görüntülər Xətai rayonu Kəndəhməlli Şahin Səmədov küçəsindəndir. Evlərin qəzalı vəziyyətə düşməsinin başlıca səbəbi elə bu evlərin altından keçən su ötürücü kollektor qurğusudur. Hansı ki 1967-ci ildən istismar edilən kollektor qəzalı vəziyyətə düşdüyü üçün torpaq qatı yuyularaq evlərin təhlükəli vəziyyətə düşməsinə səbəb olub. Xətt düzdür, bizə aiddir, amma tikintinə icra hakimiyyəti icazə veribdir, məsuliyyəti icra hakimiyyəti daşıyır. Bu sakinin evi kimi Şahin Səmədov küçəsində bir neçə evin bünövrəsi uçub, evlər qəzalı vəziyyətə düşüb. Səbəb ərazidən keçən yağış kollektorunun çökməsi olub. Qorxu içindəyik, təhlükə içindəyik. 1, 2, 3 dənə evdir hal-hazırda çox təhlükəli olan və yaxud da ondan sonra da 2-3 dənə də ev yuxarıda qəzalı vəziyyət. Qardaş, bizə 2007-ci ilin bələdiyyə sənədindən olan torpaqlardır. Zərərçəkmiş sakinlər deyir ki, özləri də bilmədən illər öncə yağış kollektorunun üzərində torpaq alaraq ev tikiblər. İndi kollektor qəzalı vəziyyətə düşüb və təhlükə də yağış səbəbindən hər ötən gün artır. Sakinlərin sözlərinə görə evlərin altından kollektorun keçməsini həyətlərinin və evlərinin divarlarının çökməsindən sonra biliblər. Təmir elətdirdim, elə bildim nəsə evin özündədir problem. Deməyəsən altı ilə kollektor suyu gedir. Vaxtilə tökülən betonlar indi hamısı çürüyüb, istismar müddətini başa vurub. Əraziyə bütün aidiyyəti qurumlar tərəfindən baxış keçirilib və ərazi təhlükəli zona kimi nəzarətə götürülüb. Sakinlərin başqa ünvanda yaşaması tövsiyə olunub. Əgər kimsə belə ki, bunun altından kanalizasiya keçib 5-6 metrdən, 8 metrdən kim orada ev tikərdi? İl şəhərlərin Birləşmiş Su Təsisatı Xidmətindən verilən məlumata görə qeyd olunan ünvanda vətəndaşların fərdi yaşayış evləri yağış kollektoru üzərində qeyri-qanuni olaraq tikilib. İstismarda olan şəbəkənin üzərində inşa edilmiş tikintinin yaratdığı izafi yüklənmə kollektorun çökməsinə səbəb olub. Eyni zamanda bir neçə gün öncə çökmə hadisəsi ilə bağlı Müvafiq Su Kanal İdarəsinin əməkdaşları ilə yanaşı hadisə yerinə digər qurumların nümayəndələri də cəlb olunublar. Akt bağlanıb, vətəndaşlara bildiriş verilib. Mövzu ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən isə mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.